Ölkəni təmsil eləməyi, bu formanın dəyərini bilməlidirlər və Bəli, Ayxan Abbasov qeyd etdiyi kimi oyunçular millini təmsil etməyin qiymətini bilməlidirlər. Oyunçular milli formaya dəyər verməlidirlər və ona görə də döyüşməlidirlər. Dostlar, növbəti videomuza başlayırıq. Bu video Azərbaycanın növbəti 2 oyunu ilə bağlıdır. Fransa və Ukrayna oyunları ilə bağlı Ayxan Abbasov heyəti açıqladı və oyunçularımız artıq Fransadadırlar. Onlar növbəti oyuna hazırlaşırlar. Düzdür, oyun çox çətin olacaq Azərbaycan millisi üçün. Əlbəttə ki, hamının yadına Azərbaycanın Fransaya 10-0 məğlubiyyəti düşür. İlk öncə tarixi bir məğlubiyyətimiz var, o sel faciəsi. Düzdür, həmin ildən çox şeylər dəyişilib. Fransa millisi həmin milli deyil, Azərbaycan millisi də həmin milli deyil. Təzə qurulmuş bir ölkənin millisi idi. Hətta formalarımız belə yox idi. Bir maraqlı faktı da qeyd edeyim ki, həmin dövrdə paltar dəyişmə otağında oyunçular formalarını bir-birindən dəyişmək istəyəndə bizim millinin cəmi bir forması olduğuna görə bəzi oyunçularımız formanı dəyişə bilməmişlər Fransalı həmkarları ilə. Belə bir fakt da sizə qeyd edeyim. Bəli, Azərbaycan Fransa qrupunda sonuncu pilləni tutur. Bir xalla bundan əvvəlki turda biz Ukrayna ilə döyüşkən bir heçki əldə elədik. Ayxan Abbasovun Azərbaycan millisinin başında ilk oyunu idi və ilk oyunundan Ayxan Abbasov necə oyun oynamaq istədiyini göstərdi hər kəsə. Düzdür, bərk müdafiə, demək olar ki, döyüşkən bir komanda, sona qədər mübarizə aparan oyuncular. Əlbəttə ki, biz azərkeşlər də Azərbaycan millisindən bunu gözləyirik, həmişə bunu istəyirdik. Affaya da təşəkkür düşür ki, axırı ki, azərkeşlərin sözünü eşitdilər və millinin başına yerli baş məşqçi gətirdilər. Fransanın oyundan nə gözləyirik biz? Əlbəttə ki, Fransanın oyundan gözləntimiz ondan ibarətdir ki, Fransa bütün oyunu dominasiya edəcək. Düzdür, Fransanın heyətində bir çox zədəli oyuncular var. Bu komandanın ulduz oyunçusu Kylian Mbappé, Osman Dembele, son Ballon d'Or'un sahibi Thuram. Yəni demək olar ki, hücumda olan əsas oyunçuları, dayaq yarım müdafiəçi Chouameni, bütün bu oyuncular hamısı zədəlidir. Azərbaycanla oyuna çıxmayacaqlar. Bu əlbəttə ki, bizi sevindirir bir tərəfdən, amma bir tərəfdən də sual yaranır ki, zaten Fransanın ikinci heyəti də ulduzlardan ibarətdir. Yəni bizə qarşı yenə də yüksək səviyyəli Avropanın bir çox böyük klublarında oynayan oyuncular çıxacaq. Ona görə çox daha rahatlaşmağa məncə lüzum yoxdur. Fransa düzdür, İslandiyanın oyunda çox çətin bir döyüşkən qələbə qazandı. Hətta son dəqiqələrdə İslandiyadan qol buraxaraq 2-2-yə bitə bilərdi oyun. Lakin hakimin müdaxiləsi ilə həmin epizodda yerləşdirəcəm. Baxarsınız, həmin epizodda belə deyək, cərimə zərbəsi qayda pozuntusu olduğuna görə qol hesaba alınmadı və Fransa çox çətin bir qələbə qazandı. Fransa qrupda hal-hazırda liderdir 6 xalla. Yaxın rəqibi İslandiya əlbəttə ki, Azərbaycanı məğlub eləyərək 5-0 məğlub eləmişdi bizim millini. 3 xalla ikinci yerdədir. Ukrayna və Azərbaycanın isə hərəyə bir xalı var. Fransa demək olar ki, işin yarısını görüb, növbəti 2 oyunda da birbaşa dünya çempionatına vəsiqəni təmin edə bilər. Ona görə düşünürəm ki, Azərbaycanla oyunu da ciddi alacaqlar. Nə qədər biz düşünsək ki, bəlkə Fransa ikinci heyəti ilə çıxar, Azərbaycanla oyunda bir şans yaranar bizə, amma mən belə düşünmürəm. Əslinə qalsa Fransa və Almaniya yığması dünyada öz oyunlarını ciddi alan bir yığmalardan biridir. Bəlkə İspaniya olsaydı deyərdik ki, bəlkə ciddi almaz, amma Almanlarla Fransızlar insafdan biraz yoxsun millilərdir. Onlar üçün fərqi yoxdur rəqiblərin kim olduqlarına. Ona görə burada əsas millimiz konsentrasiyası yüksək səviyyədə olmalıdır. Oyuncular oyuna psixoloji olaraq tam hazır olmalıdır və bu Ayxan Abbasovdan gözlədiyimiz bir şeydir. Ayxan Abbasov, mən inanıram ki, oyuncuları tam oyuna kökləyə biləcək. Burada əsas məqsəd ilk 15-20 dəqiqə ərzində qol buraxmamaqdır. Bacarırlarsa birinci hissəni ümumiyyətlə qol buraxmamaqla bitirmək lazımdır ki, Fransa üçün oyun daha da çətin geçsin. Onda komanda daha böyük qüvvə ilə hücum atılacaq və Azərbaycanın əks hücum şansları yarana bilər. Düzdür, bu nə qədər olacaq bunu biz bilmirik, oyun olandan sonra bilə bilərik. Lakin belə bir şans bizi üçün yarana bilər və Azərbaycan bilmək olmaz, bəlkə də futbolda hər şey baş verir. Əks hücumu tutaraq Fransaya qol da vura bilərik, oyunu bərabər də bitirə bilərik. Lakin bu biraz çətin məsələdir. Ona görə ilkin olaraq ilk 15-20 dəqiqə ərzində Fransadan qol buraxmamağı düşünmək lazımdır ki, oyuncular oyuna başlayarkən bütün enerjisini hücumlara yönləndirəcəklər. Bu ərəfədə qol buraxmasaq, Fransa yığması biraz yorulsa, bəlkə də biz oyunda heç-heç də eləyə bilərik. Düzdür, bir çox insanlar güləcək, kommentdə qeyd edəcək ki, Rafael, nə danışırsan, hansı heç-heçə? Biz deyirik 7-8-0 hesab ilə məğlub olmayaq, sən deyirsən heç-heçə ola bilər. Mən Ayxan Abbasova güvənirəm. Ayxan Abbasov hansı iki əsas heyətlə Azərbaycan liqasında hansı nəticələri əldə elədi, hansı oyunları göstərdiyin
bir çoxları bilir. Son illərdə də zaten U21-in baş məşqçisidir. Ayxan Abbasov bu oyunçuları demək olar ki, hər birini tanıyır. Oyunçuların nəyə qadir olduğunu bilir. Oyunçuların nəyi yaxşı elədiyini, nəyi pis elədiyini çox gözəl bilir. Başqa baş məşqçilərdən, yəni yerli olmayan əcnəbi baş məşqçilərdən fərqli olaraq Ayxan Abbasov bizim futbolun içini də, çölünü də çox gözəl bilir. Ukraynanın oyunda zaten 90-cı dəqiqədə Elvin Cəfərquliyevin elədiyi yüksək pressingi görəndə mən başa düşdüm ki, bir baş məşqçi bir oyunda necə dəyişə bilərsə, komandadakı ruhu və Ayxan Abbasov da onu eləmişdi. Ona görə mən Ayxan Abbasova güvənirəm. Komanda döyüşkən bir komanda olacaq. Fransaya asan təslim olmayacaq. Düzdür, oyunçularımızın bacarığı haracan yetəcək, gücümüz haracan yetəcək o ayrı bir sualdır. Lakin onu bilirəm ki, komanda bu forma üçün döyüşəcək. Əsas məqsəd də odur. Qaldı ki, Ukraynanın oyunda, əlbəttə Ukraynanın oyun Fransanın oyundan daha çətin olacaq. Çünki Ukrayna yığması dünya çempionatına getmək istəyir və Azərbaycanla Bakıda itirdiyi 2 xalı mütləq şəkildə geri qaytarmalıdır. Qələbə yolu ilə ona görə Azərbaycanla ikinci oyuna çox yüksək səviyyədə hazırlaşacaqlar. Azərbaycanı məğlub etməyə çalışacaqlar. Ukrayna İslandiyaya məğlub olsa, o zaman ola bilər ki, Azərbaycan ikinci oyunda da Ukraynadan xal ala bilsin. Lakin Ukrayna İslandiyanı məğlub etsə, mütləq şəkildə Azərbaycanı da məğlub edib dünya çempionatına çıxmaq uğrunda şansını çoxaltmaq istəyəcək. Ona görə ikinci oyun daha çox çətin olacaq bizim üçün. Ukraynanın oyundan nələr gözlədiyimizi əsas Fransanın oyun bəlirləyəcək. Çünki Fransanın oyunda Azərbaycan oyunçuları həddən artıq çox yorulsalar, düşünürəm ki, Ukraynanın oyun daha çətin keçəcək bu məqsəddə. Yəni Azərbaycan millisi oyunçuları çox enerji itirsələr Fransanın oyununda, düşünün ki, 70-ci dəqiqəyə kimi oyun 0-0 hesabı ilə gedir və Fransa təzyiq edir. Oyunçular demək olar ki, həddən artıq çox qaçaraq yorulurlar və psixoloji olaraq da oyunçular tükənirlər və bu oyun senarisində Ukraynanın oyun daha çətin olacaq millimiz üçün. Ona görə gəlin ilkin olaraq Fransanın oyunu izləyək, Fransanın oyun bitsin. Ondan sonra biz nələr gözləyəcəyimizi deyə bilərik. Ona görə də aşağıda şərh bölməsində qeyd eləyin. Sizcə Fransa ilə oyun hansı hesabla bitəcək? Həmçinin Ukrayna ilə oyun hansı hesabla bitəcək? Sizcə Azərbaycan millisi xal və ya xallar qazana biləcəkmi bu iki oyundan? Aşağıda sizin fikirlərinizi şərh bölməsində gözləyirəm. Videonun beləliklə sonuna gəldik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və öz fikirlərinizi aşağıdakı şərh bölməsində qeyd etməyi unutmayın.